İşə qəbul zamanı dünyanın başqa ölkələrində anormal, absurd, Azərbaycanda isə normal qəbul olunan məqamlardan danışacağıq. İkinci hissə evli və yaxud da subay olmaq məsələsi. Çox qəribə bir şəkildə Azərbaycanda müsahibə zamanı insanlardan evli, subay, nişanlı, sevgili olub olmadıqları haqqında məlumat almağa çalışırlar. Xüsusən də xanımlardan. Əgər xanımlar subaydırsa həyatlarında kiminsə olub olmadığını öyrənməyə çalışırlar. Əgər nişanlıdırsa nə zaman evlənəcəyini öyrənməyə çalışırlar. Evlidirsə uşağı var, yoxsa yoxdur və yaxud da uşaq planlaması nəzərdə tutulmu kimi suallar verirlər. Və hətta ki bunların kökündə bir məqam var. Evlənərsən, uşaq dünyaya gətirərsən və analıq məzuniyyətinə gedərsən. İkinci bir məqam. Azərbaycanda müsahibələr elə bir ki qorxu filmindən çıxmış bir səhnəyə oxşuyur. Mizədə sıxmaq, boğmaq, qorxutmaq, onunla kobud danışmaq hələ də Azərbaycanda davam edir. Ancaq canım ölkəmdə maaş dövlət sirri kimi saxlanılır. İş müsahibə keçirsən, 3 test verirsən, psixoloji, məntiqi, iş ilə bağlı, amma maaş haqqında heç bir məlumat yoxdur. Maaşı soruşmaq elə bir ki işə götürən üzünə söymək kimi bir şeydir. Ayıbmış kimi təqdim etmək, maaşı soruşmağı tabu kimi qələmə vermək qətiyyən düzgün bir şeydir. Menecer vakansiyaları və 500 manat maaşlar. Menecer rəhbər, bir şeyi idarə edən deməkdir və avtomatik bir şəkildə yüksək bir vəzifə hesab olunur. 500 manat maaş vermək sadəcə olaraq gülüncdür. Azərbaycanda iş elanları saytlarına girirsən, menecer, maaşlar 450 manat, 500 manat, ən çoxu 700 manat. Əlbəttə ki, absurd hallar çoxdur, amma bunlarla mübarizə aparmaq namizədlərin və işini peşəkar şəkildə həyata keçirdən işə götürənlərin əlindədir. Hər birinizə uğurlar.